adlı təlimdə xoş gördük. Mən Ayşin Novruzova, bugünkü təlimin moderatoruyam və sizinlə birlikdə olmaqdan çox məmnunam. Hər hansısa texniki problem olarsa bildirə bilərsiniz. Bu gün burada toplaşmağımızın əsas məqsədi təhsil və karyera sahəsində fərqlənmək istəyən gənclərimizə ingilis dilinin əhəmiyyətini və onun yaratdığı qlobal imkanları tanıtmaqdır. Çıxış üçün bizimlə birlikdə olan dəyərli mütəxəssis Nərmin Namazlı, ingilis dili müəllimi və dilşünasdır. O sizə bu dilin dünya miqyasında necə üstünlüklər yaratdığını, təhsil və karyera baxımından hansı yolları aça biləcəyini ətraflı şəkildə izah edəcək. Təlimin sonunda sizə rəsmi sertifikat təqdim olunacaq və əlavə suallarınız üçün interaktiv sessiya da nəzərdə tutulub. İndi isə sözü dəyərli təlimçimizə Nərmin Namazlıya verirəm. Buyurun Nərmin xanım, söz sizindir. Uğurlar. Nərmin xanım, Hər kəs səsiniz eşidə bağlıdır. bilir məni? Bilirəm, açdım. Hər kəs məni eşidə bilir? Bəli, bəli, eşidir. Əla. İlk növbədə hər birinizi salamlayıram. Axşamınız xeyir olsun. Çox təşəkkür edirəm ki, maraq göstərdiniz və hal-hazırda qoşulduğunuz təlimə. Ümid edirəm ki, hər biriniz üçün faydalı olacaq bu təlim. Sizinlə ekranı bölüşmək istəyirəm hal-hazırda. Mümkündürsə. Ümid edirəm hər kəs ekranı görə bilir. Bəli. Okay. Əla. So, ilk növbədə özüm haqqında sizə məlumat vermək istəyirəm. Adım Nərmin, soyadım Namazlı. 6 ildir ki, üzr istəyirəm, 7 ildir ki, artıq ingilis dili müəllimi kimi fəaliyyət göstərirəm. Azərbaycan Dilləri Universitetindən məzun olmuşam və hal-hazırda bir neçə tədris mərkəzləri ilə əməkdaşlıq eləyirəm. Həmçinin də eyni zamanda dərs proqramları olsun, ingilis dilinin tədris edilməsi olsun, bununla bağlı təlimlər təşkil eləyirəm və insanlara maksimum dərəcədə faydalı olmaq istəyirəm. Xaricdə təhsil keçmişim var. 1 illik müddətində Polşada University of Warsaw, yəni Varşava Dövlət Universitetində Teaching English to Young Learners ixtisası üzrə necə deyim, ixtisaslaşmışam və hal-hazırda da ingilis dili müəllimi kimi, həmçinin də eyni zamanda baş müəllim, IELTS və Duolingo instruktor kimi də fəaliyyət göstərirəm. Bunlar hər biri mənim haqqımda məlumatlar idi. Ümid edirəm ki, növbəti etaplarda siz də özünüzə faydalı olacaq bilgiləri əldə eləyəcəksiniz. İlk növbədə başlamaq istəyirəm. İngilis dili bizdə harda və nəyə görə lazım ola bilər? Onun haqqında sizə qısa məlumat verim. Qeyd edeyim ki, burada hər biriniz böyük ehtimalla tələbə və yaxud da bəlkə də məzun olmusunuz, xaricdə təhsil fikirləşirsiniz və düşünürsünüz ki, gələcəkdə təhsil almaq üçün ingilis dili öyrənməlisiniz və s. və ilaxır. İngilis dili ilk növbədə hal-hazırda dövrümüzdə ən önəmli məqamlardan biri olaraq təhsildə bizdə çox önəmlidir. Çünki xaricdə təhsil almaqda olsun, eyni zamanda Azərbaycanın özündə də universitetlərimiz var ki, hansı ki bu universitetlərdə bəzi ixtisaslar, xüsusilə də prestijli ixtisaslar ingilis dilində tədris edilir və ona görə də ingilis dili ən başlıca nə üçün önəmlidir bizə? Əlbəttə ki, təhsil üçün önəmlidir. Bununla yanaşı ingilis dili təhsildən əlavə bizdə karyerada da bəzi imkanlar sağlayır və imkanlar gətirir. Bu imkanlar nələrdir? İlk növbədə qeyd edim ki, international, yəni beynəlxalq şirkətlərdə işləmə imkanları olsun. Həmçinin də Azərbaycan şirkətləri olsun, kompaniyaları olsun. Onlarla birlikdə də beynəlxalq şirkətlərlə əməkdaşlıq eləmə imkanları tanıyır. Yəni bir sözlə ingilis dilini bilməyiniz artıq sizdə təhsil, eyni zamanda karyera perspektivlərinizi inkişaf etdirməkdə ən böyük fayda sağlayır. Yəni necə deyim sizə, bir açarla bir neçə qapını eyni anda aça bilirsiniz. Ən önəmli məqam isə tələbələr və yaxud da xaricdə təhsil almaq istəyən insanlar məni çox yaxşı başa düşəcəklər. Universitet qəbulları və viza prosesləri. Fərqi yoxdur, bu viza prosesləri təhsil üçün olur, yoxsa travel, yəni səyahət üçün olur. Bunun heç bir fərqi yoxdur. Sizə ingilis dili hər zaman bu viza proseslərində də ən önəmli bir faktor kimi lazım olacaq. Universitet qəbulları üçün də eyni şəkildə çox yaxşı bilirik ki, istənilən universitet olsun, reyting fərqi yoxdur. Bu universitetlər topdadır və yaxud da topda deyil. İlk 500
200-lükdədir, ilk 300-lükdədir. Bunun heç bir fərqi yoxdur. Universitetlərə, hansı universitetə qəbul alırsınızsa alın, ingilis dili sizin üçün ən önəmlisidir. Çünki hal-hazırda dünya universitetlərinin ən çoxunda 90%, hətta 95%-də ingilis dili ana dili kimi tədris edilir və bütün proqramlar, dərslər və s. hər biri ingilis dilində tədris olunur. Yəni ilk növbədə ingilis dili, buradan da gördüyümüz kimi təhsil, karyera və digər məqamlar üçün də bizim üçün önəmlidir. Lakin indi keçmək istəyirəm ən önəmli məqama. Təbii ki, bir çox tələbələrin yaralı yeri ola bilər deyə bilərəm. Müasir ingilis dilinin tədris metodları. Hal-hazırda Azərbaycanda olsun, dünyada olsun, ingilis dili beynəlxalq dil olduğu üçün tədris metodları da çox rəngarəngdir. Yəni inanılmaz dərəcədə fərqli tədris metodları var və fərqli üsullar var ki, ingilis dilini öyrənməkdə bizə kömək eləyir. Təbii ki, ilk növbədə kommunikativ tədris metodu, buna CLT deyirik. Yəni ki, kommunikasiyaya əsaslanan, danışığa əsaslanan tədris metodudur ki, məsəl üçün dövrümüzdə bir çox insan var ki, hal-hazırda çox rahatlıqla deyə bilər ki, mən ingilis dilini özüm öyrənmişəm, dinləyərək öyrənmişəm və yaxud da filmlərə baxaraq öyrənmişəm. Yəni bu kommunikativ tədris metodu sayılır. Bir növ insanın danışığa fokuslanaraq öyrənməsi, heç bir qrammatika, söz bazasını artırma və yaxud da bir necə deyim, hər hansı bir çertyoju izləmədən etdiyi tədris metodu da ola bilər. Digər isə differensial tədris və fərdi yanaşmalardır. Bunlar necədir? Bilir ki, hər kəsin potensialı eyni deyil dövrümüzdə. Hər kəs eyni dərəcədə informasiyanı qavraya bilməz. Bəzi insanlara fərqli cür metodlar lazımdır və fərqli üsullar lazımdır ki, ingilis dilini rahat şəkildə öyrənə bilsinlər. Və burada artıq fərqli yanaşmalar ortaya girir. Çünki bəzi insanlar var ki, məsəl üçün qeyd elədiyim kimi, bəzən insanlar qeyd edirlər ki, mən filmlərə baxaraq öyrənmişəm, mən nə bilim, cizgi filmlərə baxaraq öyrənmişəm, bunları bu şəkildə öyrənmişəm deyirlər. Amma bəzi insanlar var ki, bu üsullar, bu metodikalar onlar üçün o qədər də faydalı deyil. Və burada artıq fərqli yanaşma ortaya girir və bu insanlar bəzən elə olur ki, dövrümüzdə traditional dediyimiz, yəni ənənəvi metodikaya əsaslanaraq dili öyrənməyə çalışırlar. Ki, bu da hal-hazırda çox normal haldır, hansı ki, ənənəvi metodika həmin insanlar üçün rahat gəlir. Digər üçüncüsü ən sevdiyimdir, hansı ki, texnologiyanın təhsildə rolu. Bu nədir? AI və onlayn platformalar. AI hal-hazırda süni intellekt, yəni artificial intelligence dövrümüzdə rolu danılmazdır. Və mən özüm dərslərini tədris elədiyim tələbələrə də hər zaman AI-dan düzgün şəkildə istifadə eləmələrini məsləhət görürəm. Çünki artificial intelligence, yəni süni intellekt hal-hazırda bizə istədiyimiz hər şeyi təqdim edə bilər. Və yəni bəzən elə olur ki, sizin heç bir müəllimə belə ehtiyacınız olmadan sırf süni intellekt vasitəsilə də ingilis dilinizi inkişaf etdirə bilərsiniz. Həmçinin speaking-də, çünki süni intellektlə danışa bilərsiniz, yəni proqramlar istəyə bilərsiniz, materiallar və s. Bunların hər birini sizə süni intellekt təqdim edir. Və mənim səhifəmdə, bilmirəm, məni izləyənlər varmı? Mən səhifəmdə bir dəfə belə bir video paylaşmışdım ki, ingilis dili müəllimləri işsiz qalacaq, çünki süni intellekt artıq bütün proqramı hazırlama gücünə malikdir. Düzdür, bu video çox mübahisələrə və müzakirələrə səbəb oldu ki, mümkün deyil. Çünki səhvlər eləyir, ChatGPT səhvlər eləyir, digər AI proqramları səhvlər eləyir. Bəli, əlbəttə ki, səhvlər eləyir. Gəlin etiraf eləyək ki, müəllimlərin özü də bəzən səhvlər eləyir ki, bunlar normal hallardır. Bunlar yaşana biləndir. Lakin ChatGPT və yaxud da AI-ın elədiyi səhvlər çox da, yəni loru dilində desək, dünyanın axırını gətirəcək səhvlər deyil. Və yəni bir sözlə AI-ın sizin dil öyrənmənizdə, istənilən dili öyrənmənizdə, burada təkcə ingilis dilindən söhbət getmir, rolu böyükdür. Onlayn platformalarda eyni şəkildə, çünki hal-hazırda ingilis dili elə bir dildir ki, çox belə available, yəni əlçatandır və əlçatan olduğu üçün də onlayn platformalarda ən qədər kurslar var ki, hansı ki, siz onlardan istifadə edərək də ingilis dilini rahat şəkildə öyrənə bilərsiniz və bu kurslar qeyd edeyim ki, tamamilə free, yəni pulsuz kurslardır ki, onların köməyi ilə də ingilis dilini inkişaf etdirmək mümkündür. Burada siz məcbur deyilsiniz ki, ingilis diliniz 0 səviyyəsində olsun. Əgər ingilis diliniz müəyyən bir səviyyəyə çatıbsa, bu ola bilər pre-intermediate və yaxud da B1 intermediate və yaxud da B2 upper intermediate səviyyəsi olsun. Bunun heç bir fərqi yoxdur. Müəyyən bir səviyyəyə çatıb və siz tutaq ki, beynəlxalq sertifikat əldə etmək istəyirsiniz. Yenə də AI və onlayn platformalar vasitəsilə bunu əldə edə bilərsiniz.
Digər məsələ isə ən önəmlisi tələbə mərkəzli dərs planlaşdırılması. Burada artıq biz, yəni ingilis dili müəllimlərinin fokuslanmalı olduğu məsələdir. Çünki bizim hər zaman xaricdə təhsildə olsun, hal-hazırki Azərbaycandakı təhsildə olsun, ən önəmli məqam student-centered teachingdir. Yəni student-centered teaching nə deməkdir? Tələbə mərkəzli dərs planlaşdırması, tələbə mərkəzli öyrətmə. Yəni bizim üçün hər zaman önəmli olan bu hansı dərslərdə önəmlidir? Təbii ki, digər fənlər haqqında ətraflı olaraq deyə bilmərəm, amma dil dərsləridirsə, burada ən önəmli məqam tələbənin mərkəzdə olmasıdır. Yəni müəllimdən çox dil dərslərində tələbə danışmalıdır və müəllimin rolu qeyd edeyim ki, hardasa 1%, 2% olmalıdır dərs prosesində, hansı ki, o müəllim sadəcə tələbəni yönləndirərək, düzgün yollar göstərərək bunu edir. Yəni bir növ instruktor rolunu oynayır. Yəni Azərbaycanda düzdür, müəllim anlayışı çox həddindən artıq məna yüklənilir. Əslində bu belə olmalı deyil. Çünki müəllim də bir insandır. Müəllim sadəcə sizə düzgün yolu göstərməkdə kömək eləyir. Sizi sıfırdan bilik yaratmanızda, baza yaratmanızda kömək eləyir. Amma sizi necə deyim, o birdən-birə, yəni sehrli çubuqla bir dənə snap deyirlər. Bir dənə snaplə, yəni sizi istədiyiniz səviyyəyə çatdıra biləcək gücdə deyil. Burada məsəl üçün hər zaman bunu qeyd eləyirəm. Tələbələrimə də bunu deyirəm, burada da demək istəyirəm. Dərs prosesi 100%-dirsə, müəllimin rolu orada 40% və yaxud 30%-dir. Hər zaman tələbənin rolu 60-70%-dir. Yəni tələbə dil dərslərində xüsusilə öz üzərində nə qədər çox işləyirsə, o qədər yaxşı nəticə əldə eləyir. Çünki dil elə bir şeydir ki, bunu da hər zaman qeyd edirəm, dil öyrənilən bir şey deyil, dil mənimsənilən bir şeydir. Yəni biz bunu düstura əsaslanaraq, hər hansısa formulaya əsaslanaraq eləyə bilmərik. Təbii ki, qrammatik və yaxud da digər qaydalar mövcuddur, amma bu o demək deyil ki, biz həftədə 2 dəfə 90 dəqiqə məşğul olmaqla nəsə eləyə bilək. Növbəti məqama keçmək istəyirəm. Deməli, dil öyrənənlərinin qarşılaşdığı çətinliklər, təbii ki, ən önəmlisi motivasiya çatışmazlığı. Motivasiya mı, disiplinmi? Bu klişe sualı cavab vermək istəyirəm ki, motivasiya yoxsa disiplin? Əlbəttə ki, hər zaman disiplin tərəfdarıyıq. Çünki motivasiyamız bəzən bitə bilər. Hansı ki, biz bunu tələbələrdə çox tez-tez müşahidə eləyirik. Tələbələrdə tez-tez, məsəl üçün, 1 ay gəlir, 1 ay, 2 ay hazırlaşır tələbə. 2 ay sonra yox, mən istədiyim nəticəni əldə eləyə bilmirəm və mən ingilis dilini artıq bir də öyrənmək istəmirəm və bununla da sonlanır. Əslində, burada əsas məsələ təbii ki, motivasiyanız bir müddət yorula bilərsiniz, tükənə bilər. Bunlar çox normal hallardır. Lakin dil öyrənmə prosesi deyil, mənimsəmə prosesidir və bu proses bir müddət uzun çəkə bilən bir prosesdir. Digər önəmli məqam, hansı ki, ikinci məqamdır, ana dilinin təsiri və tərcümə vərdişi. Azərbaycanda dil öyrənənlərin elədiyi ən böyük yanlışlardan biridir tərcüməyə əsaslanan öyrənmə metodikası. Əlbəttə ki, keçmişdə, bilmirəm, bizim universitet vaxtımızda, mən 2016-cı ildə Dillər Universitetinə daxil olmuşam, 2020-ci ildə məzun olmuşam. Bizim universitet vaxtımızda bizdə tədris olunan kitablar hansı ki, Sovet dövründən qalan kitablar idi. Sovet dövrü dediyim də, yəni belə artıq Sovetin bitdiyi Kiril və Kiril dilində olan kitablar mı deyim, artıq o dövrü səhv təsvir edə bilərəm. Kitablar var idi və orada hər zaman qrammatika qaydalarında belə kiçik-kiçik mətnlər olurdu və bizə həmin o verilən mətnlər, Azərbaycan dilində verilən mətnləri biz ingilis dilinə tərcümə etməli idik və bu bir növ artıq keçmişdən gələn bir metodikadır ki, ana dilində nəsə verilir və biz onu başlayırıq tərcümə etməyə və bununla da dili öyrənəcəyimizi düşünürük. Əslində belə bir şey mümkün deyil. Nəyə görə mümkün deyil? Bunu bu şəkildə əsaslandıra bilərəm ki, hər zaman tələbələrimə də deyirəm. Təsəvvür edin ki, siz 0 səviyyəsində bir tələbəsiniz. İngilis dilinin haqqında anlayışınız yoxdur. A1 səviyyəsində bir dənə mətn seçilir, kiçik bir mətn. Məsəl üçün, həmin mətni siz oturursunuz, tərcümə edirsiniz. ChatGPT, Google Translate və s. və s. istifadə edirsiniz, tərcümə edirsiniz. Hə, siz artıq mətni ingilis dilindən Azərbaycan dilinə tərcümə elədiniz. İndi siz başlamalısınız həmin mətni Azərbaycan dilindən
İngilis dilinə yenidən çevirməlisiniz. Çünki siz elə başa düşürsünüz ki, biz onu ingilis dilindən Azərbaycan dilinə çevirdik. Vəsə əla. Mən indi mətni Azərbaycan dilində öyrənəcəm. Hə, beynimdə avtomatik başlayacağam həmin Azərbaycan dilində öyrəndiyim mətni ingilis dilinə tərcümə edəcəm. Və A1 səviyyəsində olan insanlar, A2, A1 səviyyəsində olan tələbələr bu səhvi hər dəfə təkrar edirlər. Və mən tələbələrə hər zaman bildirirəm ki, sizin Azərbaycan dilindən, ingilis dilindən nəyisə beyninizdə avtomatik tərcümə eləməyiniz üçün sizin səviyyəniz ən az B1, B2 olmalıdır. Yəni intermediate ya da ki upper intermediate olmalıdır ki, siz rahat şəkildə, çox uzun-uzun düşünmədən avtomatik olaraq cümləni tərcümə edə biləsiniz. Ən az B1 və yaxud da B2 səviyyəsində olmalıdır. Və sıfırdan başlayan tələbələrin elədiyi ən böyük yanlış da məhz budur. Nələrinsə ana dilinə tərcümə edilməsi və ana dilindən yenidən ingilis dilinə tərcümə edilməsi və yaxud da hər hansısa dilə tərcümə edilməsi. Bu metodika həmin o dediyim motivasiya çatışmazlığına gətirəcək bir yerdən sonra. Çünki nə olacaq? Dayanmadan oxuyacaqsınız, tərcümə edəcəksiniz. Bir yerdən sonra bu sözü də tərcümə edeyim, bu sözü də tərcümə edeyim deyə-deyə bir yerdən sonra artıq yorulacaqsınız və artıq bezəcəksiniz. Ona görə də ana dilini və tərcümə vərdişlərini demək olar ki, təzə başlayan tələbələrə hər zaman qeyd edirəm ki, tamamilə aradan qaldırmalısınız. Çünki bayaq da qeyd elədiyim kimi dil mənimsəmə prosesidir, öyrənmə prosesi deyil. Siz o dilə bir növ məruz qalmalısınız. Digər bir məsələ isə tələffüz, dinləmə və danışıq problemləri. Bizim Azərbaycanda, bilmirəm, başqa ölkələrdə açıq deyim, Avropa ölkələrində buna o qədər də fikir vermirlər, amma bizdə hər şeyi mükəmməl etmə istəyimi deyim, hər şeyi yerli yerində etmə istəyimi deyim, bir mükəmməliyyətçilik var içimizdə ki, hər şeyi biz əla eləməliyik, hər şeyi yerli yerində eləməliyik, hər şeyi düzgün şəkildə eləməliyik deyə fikirləşirik. Ona görə də tələffüz, dinləmə və danışıq problemləri bu üçü də bir-birinə əlaqəli olmağa başlayır. Nəyə görə? Tələbə gəlir, mən danışa bilmirəm, tələffüz problemi var, okey. Tələffüz problemini siz necə düzəldə bilərsiniz? Bəziləri deyir ki, hə, mən oxumalıyam. Keçmişdə o var idi bizdə. Sözü yazmalıydıq, transkripsiyasını yazırdıq, tərcüməsini yazırdıq. Hə, tələbə avtomatik deyir ki, mən tez bu sözün transkripsiyasını yazmalıyam, oradan baxıb oxumalıyam. Yenə problematik bir öyrənmə metodikasıdır bu. Çünki mən ingilis dili müəllimi olaraq, bir ixtisaslaşmış insan olaraq mən ingilis dilinin fonetikasını ayrıca bir fən kimi universitetdə tədrisini almışam. Və mən ingilis dilində səslərin necə yazıldığını və necə deyildiyini çox yaxşı bilirəm. Amma mənim qarşımdakı tələbə hər hansısa bir universitetdə ingilis dili fonetikası deyə bir dərs keçməyibdi. Və mən orada transkripsiyada hər hansısa bir səs yazıram. Məsəl üçün qısa o yazıram. Qısa o bizim bildiyimiz o deyil. Qısa o səsi tamamilə fərqli yazılan bir səsdir. Yəni açıq odur. Və yaxud da uzun i səsi var ki, məsəl üçün bu uzun i səsi başı nöqtəli i deyil. Uzun i səsinin yanında 2 dənə nöqtə əlavə qeyd olunur. Və mən o transkripsiyanı görəndə, o sözün necə oxunmalı olduğunu başa düşən insanım. Sıfırdan başlayan və yaxud da aşağı səviyyədən başlayan tələbə o transkripsiyanı görəndə konkret olaraq onun necə yazıldığını və yaxud da oxunduğunu başa düşə bilməz. Çünki oradakı səslərin tam olaraq nə demək olduğunu anlamaya bilər. Hətta daha belə neqativ şeylərdən danışmaq istəmirəm. Daha biabırçı vəziyyət olur ki, həmin sözün Azərbaycan dilində deyilişini transkripsiyaya yazanlar olur. Məsəl üçün game sözüdür, götürürlər g, e, y, m yazırlar. Məsəl üçün bu şəkildə də olması düzgün deyil. Ona görə də biz bu tələffüz problemini necə düzəldə bilərik? Əlbəttə ki, dinləyərək düzəldə bilərik. Yəni biz bütün gün transkripsiyada sözləri yazaraq yox, o sözü dinləyərək biz düzəldə bilərik. Qarşımızda mətn verilir və yaxud da biz o mətndəki sözlərin necə tələffüz olunmasını, necə oxunmalı olduğunu bilmirik. Biz nə etməliyik? Avtomatik olaraq biz o mətni native speakerdən, yəni konkret ingilis dili, ana dili ingilis dili olan insanın dilindən dinləməliyik ki, biz artıq oradakı game sözünün həqiqətən necə tələffüz olduğunu öyrənək. Avtomatik nə oldu? Bizim tələffüz bacarığımız dinləmə bacarığımızla əlaqəli oldu. Yəni biz tələffüz bacarığını düzəltmək istəyiriksə, dinləmə bacarığımızı inkişaf elətdirməliyik. Çünki dinlədiyimizi artıq deməyə başlayacaq və artıq üçüncü skill, yəni üçüncü bir bacarıq ortaya çıxır. Nə? Danışmaq. Və mən artıq gördüyüm sözün tələffüzünü öyrəndim, dinlədim və həmin sözü eyni şəkildə təkrar edərək danışığa tökdüm bu öyrəndiklərimi. Yəni, yenə də o traditional metodların, yəni ənənəvi köhnə metodikanın daha asan versiyası artıq gəldi çıxdı və mən bir növ dilə məruz qaldım. Dilə məruz qalmaq deyəndə də insanlar həmişə
deyir ki, dilə necə məruz qala bilərsən ki? Mən sizə belə çox gözəl bir nümunə deyim. Hər hansı iş görürsünüz, kənarda, arxada bir dənə podkast ingilis dilində gedə bilər. Bu məcbur deyil ki, bu podkast olsun, nə bilim, AI haqqında ya da nə bilim, scientific, yəni elmi bir araşdırma haqqında. Çünki ola bilər o akademik olsun, siz onu başa düşməyəsiniz. Sizin maraq dairəniz nədirsə, hər zaman çalışın ona uyğun nələrsə dinləyəsiniz. Və artıq avtomatik backgroundda, yəni arxa fonda siz o da dilə hər gün məruz qalırsınız və məcbur olursunuz. Yəni bir yerdən sonra sizin artıq qulağınız sözləri daha yaxşı tutur. Biz bunu Duolingo olsun, IELTS olsun, digər beynəlxalq imtahanlara hazırlaşan tələbələrimizə də deyirik. Çünki tələbələr həmişə mənə deyir ki, müəllimə, mən dinləmə bacarığım zəifdir, mən dinlədiyimi yaza bilmirəm, yaxud da dinlədiyimi başa düşmürəm. Mən bunu necə inkişaf etdirə bilərəm? Dediyim tək bir şey var, dinləyərək. Yəni bizdən ekstra inanılmaz bir fərqli bir metodika cavab gözləyirlər, amma mümkün deyil. Dinləmə bacarığı dinləyərək inkişaf elətdirilir, danışıq bacarığı danışaraq inkişaf elətdirilir. Yəni bunun hər hansı bir fərqli metodikası yoxdur. Ən sonuncusu isə qarşılaşdığımız ən necə deyim, bilinən problemlər imtahan qorxusu. Çünki xaricdə təhsil almaq istəyən tələbələr kifayət qədər çoxdur və bunların hər zaman ortaq bir dərdləri olur. IELTS, Duolingo, TOEFL, digər ortaq bir dərd nədir? Deadline, yəni son tarixlər. Demək olar ki, hər birimizin ən stres keçirdiyimiz anlardır ki, o deadline-lara son 1 ay, 2 ay qalmış. Hər hansısa tələbə birdən-birə gəlir, deyir ki, mən IELTS-a hazırlaşmaq istəyirəm. Sənin nə qədər vaxtın var? 2 ay vaxtın var. İngilis səviyyən nədir? A2, okey, всё. Mümkün deyil. Deməli, imtahan qorxusu nəyə əsaslanır? Yenə də düzgün planlamamaya, yəni planlamanı düzgün götürməməyə əsaslanır. Çünki hər kəs elə bilir ki, bu imtahanlar, beynəlxalq imtahanlar Azərbaycanda keçirilən DIM imtahanları kimidir ki, hansı ki əlaqəsi yoxdur. Bunlar hər biri international imtahanlardır və hər biri necə deyərlər, beynəlxalq metodikalara əsaslanan imtahanlardır və hər birinin özünün ayrı-ayrı, necə deyim, keçirilmə metodikaları var, trikləri, yəni nöqtələri, anları var ki, onlara diqqət etmək lazımdır. Çox üzr istəyirəm, kimdə mikrofon açıqdırsa, zəhmət olmasa mikrofonları bağlasın. Növbəti etaba keçmək istəyirəm. Deməli, biz ən önəmli məqam bacarıqların inkişaf etdirilməsi. Çünki ingilis dili bacarığı, yəni dinləmə, danışıq, oxu, yazı. İngilis dili heç bir şəkildə üzr istəyirəm. Bu ingilis dili heç bir şəkildə tək bir bacarığa əsaslanan dil deyil. Təkcə ingilis dilində söhbət getmir. Öyrənmək istədiyiniz yeganə yeni bir dildə 4 dənə bacarıq, dinləmə, danışıq, oxu, yazı. Bu 4 dənə bacarıq hər biri üzərində işlənilməlidir. Fərqi yoxdur. Sizin səviyyəniz A1-dir, ya 0-dan başlamısınız, beginner falansınız, ya da ki, səviyyəniz A2, B1-dır. Bunun heç bir fərqi yoxdur. Hansı səviyyədən başlayırsınızsa başlayın. Əgər tədris almaq üçün hər hansı bir kursa, tədris mərkəzinə müraciət eləmisinizsə və yaxud da hər hansı özəl bir müəllimə müraciət eləmisinizsə, dərs metodikasında ola bilər ki, bilmirsiniz prosesi, ilk dəfə tanış olursunuz. Bunlar hər biri normal hallardır. Dərs metodikası bu 4 dənə bacarığa əsaslanırmı? Siz onda daha yaxşı başa düşəcəksiniz ki, bu dərs həqiqətən də produktiv, yəni məhsuldar dərsdirmi, yoxsa bu dərs mənə heç nə verməyəcəkmi? Əgər bu 4 dənə bacarığın heç birinə fokus olunmursa, burada artıq produktiv, yəni məhsuldar bir nəticədən söhbət gedə bilməz. Ona görə hər zaman fərqi yoxdur, səviyyəniz nə olur olsun. Bu 4 bacarığın həqiqətən də nəzərə alındığına diqqət göstərin və həqiqətən bunlar üzərində ayrı-ayrı işlənildiyinə də diqqət göstərin. Çünki bunlar hər biri çox önəmlidir. Bayaq qeyd elədiyim kimi, özünüz gördünüz ki, bir tələffüz problemi bir neçəsi ilə əlaqəli olur, dinləmə və danışıq. Yəni, bir problemi düzəltmək üçün hər biri ilə kompleks şəkildə işləmək lazımdır. Bayaq qeyd elədiyim kimi, hər bir bacarığın effektiv tədrisi üçün strategiyalar, bunlar çox önəmli məqamlardır. Digəri isə real həyatda tətbiq imkanları. Bizim ingilis dili müəllimlərinin ən çox rastlaşdığı problemlər real həyatda tətbiq imkanları. Real həyatda tətbiq imkanları dedikdə nəyə nəzərdə tuturuq? Məsəl üçün, siz hər hansısa müəllimlə hazırlaşırsınız və yaxud da tədris mərkəzində hazırlaşırsınız, fərqi yoxdur. Siz həftədə 2 dəfə, yəni normal qrup dərslərin kimi nəzərdə tuturam, intensiv olmadığı müddətcə. Həftədə 2 dəfə siz kursa gedirsiniz və yaxud da müəllim yanına gedirsiniz. 2 dəfə 90 dəqiqə ya da ki 60 dəqiqə, 1 saat olmaqla
hazırlaşırsınız. Qrupla və yaxud da fərqi yoxdur. Və siz oradan çıxdıqdan sonra heç bir şeylə məşğul olmursunuz. Və gözləyirsiniz ki, bu həftədə 2 dəfə 90 dəqiqə, aylıq 8 dərs sizdə inanılmaz bir effektiv və produktiv bir nəticə qoyacaq. Bu mümkün deyil. Başda qeyd elədiyim kimi 100%lik prosesin 30%-də müəllim iştirak edir. 70% isə bu tələbənin və insanın özündən asılı olan bir şeydir. Ona görə də bu öyrəndiklərimizi real həyatda tətbiq imkanları. İndi deyə bilərsiniz ki, mən ingilis dilini öyrənirəm, real həyatda mən bunu necə tətbiq edeyim? Azərbaycanda yaşayıram. Bu mümkünsüzdür. Xeyr, elə bir şey yoxdur. Yenə əvvəldə qeyd elədiyim kimi süni intellekt dövründə də yaşayırıq. Ya mən bunu tələbələrimə də deyirəm ki, yəni indiki dövrdə mən nə isə tapmadım, bilmədim, mümkün deyil sözü yoxdur artıq. Yəni indiki dövrdə hər şey mümkündür. Və qeyd elədiyim kimi bu tətbiq imkanları üçün siz məcbur deyilsiniz ki, gəlib pul töküb hər hansısa native speaker tapasınız ki, mənə conversation keç, mən səndən hər gün conversation eləyim. No. İnternetdə yenə onlayn proqramlar qeyd elədim ki, mən bu onlayn proqramları bəzən səhifəmdə də, Instagramda da paylaşıram. Hansı ki, pulsuz speaking eləyirsiniz, danışırsınız qarşı tərəflə süni intellektlə və yaxud da öz-özünüzə danışmaq olsun, bunları eləyirsiniz. Və yaxud da sizə verilən materialları özünüzə danışmaq olsun, bunları eləyirsiniz. Ən primitiv, lap süni intellekti qoydum, interneti qoydum qırağa. Ən primitivi güzgü qarşısında danışmaq. Özünüzün özünüzlə danışması. Çünki hətta mənim tələbələrim hər zaman mənə deyirlər ki, mən evdə daha yaxşı danışıram, nəinki sizin qabağınızda ki, bunun bəzən müəllim qabağında danışma, səhvimi düzəltmə stressi falan da yaşanır. Ona görə bunlar normal hallardır. Ona görə də nə qədər çox özünüz bunu real həyatda öyrəndiklərinizi tətbiq edəsəniz, o qədər daha rahat şəkildə öyrənəcəksiniz. Yəni, qeyd elədiyim kimi, heç vaxt o proses sinif otağında qalmamalıdır. 2 dəfə 90 dəqiqə və yaxud da 2 dəfə 1 saatla bitməməlidir. Bu davamlı olaraq getməlidir. Və ən önəmlisi bacarıqlar arasında əlaqənin qurulması. Bu da bayaq dediyim kimi. Mən ilk növbədə oxuduğumu anlayırammı? Reading comprehension deyirik biz buna. Reading comprehension yəni anlama. Mən oxuduğumu anlayırammı? İndi deyə bilərsiniz ki, hə də cümləni oxudum, başa düşdüm, tamam, deyil ki, I go to school. İndi gəlirəm mən reading comprehension'ı necə ölçə bilərəm? Bu reading comprehension elə ölçülür ki, orada mənə spesifik bir sual verilir. Məsəl üçün, sual verir ki, how often do you go to the school? Aha, artıq reading comprehension burada ortaya girir. Bu nə deməkdir? Artıq mənə how often dediyi müddətdə mən artıq avtomatik başa düşürəm ki, məndən hər hansı bir aralıq soruşulur. Yəni vaxt aralığı soruşulur. Bu sometimes ola bilər, every day ola bilər, nə bilim, twice a week ola bilər. Heç bir fərqi yoxdur. Vaxt aralığından söhbət gedir. Aha, burada artıq reading comprehension ortaya girir. Yəni mən o cümləni oxudum, tərcümə elədim, başa düşdüm. No. Mən onu comprehend eləyə bilərəmmi, anlaya bilərəmmi və o sualın cavabını həqiqətən düzgün tapa bilirəmmi? Bu ən primitiv dediyim nümunə idi. Bacarıqlar arasında əlaqə. Digər bacarıq arasında əlaqə listening comprehension. Aha, indi artıq dinlədiyimi anlama gəlir burada məqam. Mən dinlədiyimi anlayıb ona uyğun tapşırıqları yerinə yetirə bilirəmmi? Özünüz çox yaxşı bilirsiniz ki, international sertifikatlar istəyirsinizsə, mütləq şəkildə bu bacarıqlara fokuslanılır. Bütün imtahanlarda, TOEFL, IELTS, Duolingo, hansı olur olsun, bütün beynəlxalq imtahanlarda bu bacarıqlar üzərindən gedir. Reading comprehension, listening comprehension və speaking. Speaking-də, yəni topic haqqında, yəni speaking də artıq anlamaya dayanır. Bu nə deməkdir? Yəni mənə sual verilir, mən o sualı həqiqətən düzgün anladımmı, qavradımmı, ona uyğun olaraq cavab verdimmi? Bəzən nə olur? Biz oxuduğumuzu başa düşmədiyimiz üçün başqa cavab veririk. Artıq burada biz həmişə deyirik ki, off topic. Off topic yəni mövzu ilə əlaqəsi yoxdur danışdığınızın. Aha, deməli yenə speaking comprehension deyə bir şey də var ki, mən anlayıram və anladığım mövzu haqqında düzgün şəkildə danışıram. Məsəl üçün, məndən sual verirsə ki, describe a good experience of online shopping, mən oturub orada negativ bir şeydən danışıramsa, bu demək ki, comprehension düzgün getməyib. Çünki orada məndə good experience-dən söhbət gedir. Yəni, pozitiv nədənsə danışmalıyam və bu artıq yenə də bacarıqlar arasındakı əlaqənin düzgün qurulmasıdır. Yəni, biz bunlara mütləq fokus olmalıyıq. Yeni qeyd elədiyim kimi, hansı tədris mərkəzində təhsil alırsınız, alın. Hansı müəllimlə hazırlaşırsınız, hazırlaşın, fərqi yoxdur. Bu bacarıqlar arasında əlaqə qurulurmu? Buna fikir verin. Növbəti hansı test üsulunu seçməliyik? Bu xüsusilə xaricdə təhsil alanlar üçün düşünürəm ki, maraqlı mövzu olacaq. Çünki xaricdə təhsil alanlar üçün hər zaman belə bir sual yaranır.
IELTS mi, Duolingo mu? TOEFL heç kim soruşmur, çünki TOEFL ən çətindir deyilənə görə və ona görə də düşünürlər ki, yəni TOEFL-a heç girməsəm daha yaxşı olar. IELTS ya da Duolingo üzərindən getməliyəm. Hansı test üsulunu seçməliyik? İlk növbədə siz nəyə görə test istəyirsiniz? Nəyə görə dil sertifikatı istəyirsiniz? Bu sualı özünüzə verməlisiniz. Mənə dil sertifikatı nəyə görə lazımdır? İş üçünmü lazımdır? Xaricdə harasa müraciət edəcəm, bunun üçünmü lazımdır? Yoxsa təhsil almaq istəyirəm, onun üçünmü lazımdır? Okay. İndi deyək ki, mən xaricdə hansısa bir kompaniyaya, şirkətə müraciət edəcəm və mənə onun üçün sertifikat lazımdır. Tamam, mən burada artıq araşdırmalıyam ki, bu kompaniya hansı kompaniyadır, UK-dədir, USA-dədir ya da hansı ölkədədir və bu ölkənin, bu kompaniyanın tanıdığı sertifikatlar hansıdır? Burada sertifikat tanınması da çox önəmli məqamdır. Çünki bəzən elə yerlər var ki, indinin özündə də, məsəl üçün Duolingonu tanımır. Yəni Duolingonu qəbul eləmir. Tanımır dedikdə biz onu nəzərdə tuturuq ki, yəni qəbul eləmir bu sertifikatı. Requirementlar, yəni tələblər arasında bizə qeyd eləyir ki, ya IELTS olsun, ya TOEFL olsun. Bitdi. Ya da Cambridge preliminary imtahanları olur ki, examları olur ki, onu da nəzərdə tuta bilər. Və ona görə də ilk növbədə verəcəyiniz sual mənə sertifikat nəyə görə lazımdır? Bunu aydınlaşdırdıqdan sonra hara, yəni oxumaq və yaxud da işləmək üçün istəyirəmsə, həmin o işləmək və yaxud da oxumaq istədiyim yer hansı sertifikatları tanıyır? Bu da digər bir sualdır. Mütləq şəkildə, xüsusilə də bilirəm ki, indiki dövrdə daha çox tələbələr müraciət edir xaricdə təhsilə. Ona görə də tələbələr və əlbəttə ki, məzun olan insanlar da var ki, master oxumaq üçün də müraciət edirlər. Bu insanlar hər zaman soruşurlar ki, mən hansı sertifikatı alım? Bunu siz kimdənsə soruşmamalısınız. Bunu siz özünüz bilməlisiniz ki, artıq hansı sertifikat almalısınız. Çünki hara müraciət edəcəyinizi siz bilirsiniz, biz bilmirik. Yəni tələbə mənə deyəndə hansı sertifikat alım, mən tələbədən soruşuram ki, hara gedirsən? Okay? Avtomatik hara gedirsən sualı verirəm ki, yəni sən Amerikaya gedirsən, Avropaya gedirsən, Avropada hansı ölkəyə gedirsən və bu ölkədə hansı universitetə gedirsən? Çünki bəzən elə ola bilər ki, bir ölkədə bir neçə universitetdir. Bu universitetin biri Duolingonu tanıyır, o biri Duolingonu tanımır. Biri IELTS-ı tanıyır, o biri IELTS-ı tanımır. Misal üçün. Ona görə də araşdırma burada çox önəmlidir və siz öncədən qərar verməlisiniz ki, mən hara gedəcəm, niyə gedəcəm. Və Müəllim xanım, salam. artıq onu araşdırmanı verdikdən sonra isə, çox xahiş edirəm mikrofon bağlayarsınız. O araşdırmanı verdikdən sonra, yəni araşdırmanı artıq aydınlaşdırdıqdan sonra isə siz avtomatik olaraq biləcəksiniz ki, sizə hansı sertifikat lazımdır və ona uyğun olaraq da o sertifikatın tələblərini ödəməlisiniz. Məsəl üçün, texniki ixtisas üzrə tələblər fərqlidir, humanitar ixtisas üzrə tələblər fərqlidir, bakalavr üzrə tələblər fərqlidir, master üzrə tələblər fərqlidir. Yəni elə ola bilər ki, texniki ixtisasda elə universitet ola bilər ki, IELTS 5-i qəbul eləyir. Lakin digər universitet elə ola bilər ki, IELTS 6 istəyir. Yəni burada artıq dəqiqlik və qərarlılıq önəmlidir. Yəni siz son anda gəh belə eləməməlisiniz. Və bütün bunları araşdırdıqdan sonra artıq qərar vermək lazımdır ki, mən həqiqətən IELTS-da mı hazırlaşmaq istəyirəm, yoxsa Duolingo-ya mı hazırlaşmaq istəyirəm. Çox üzr istəyirəm, suallar deyəsən axırda olacaq. Ona görə də yəni hal-hazırda ortada mən kəsib sizin yəni suallarınıza cavab verə bilməyəcəm. Sonda kimin sualı varsa zəhmət olmasa qeyd eləyin, suallara sonda cavab verəcəm. Və test üsulu seçilməsi qeyd elədiyim kimi sizin hara getməyinizdən çox asılıdır. IELTS sözü də hissələrə bölünür. Bu general IELTS-dır və akademik IELTS-dır ki, məsəl üçün akademik IELTS biz həmişə deyirik ki, əgər universitetə müraciət edirsənsə, akademik təhsillə karyera üzərində davam etmək istəyirsənsə, akademik IELTS almalısan. Yox, təkcə miqrant kimi hər hansısa bir ölkədə işləmək istəyirsənsə, general IELTS və yaxud da Duolingo-da ala bilərsən. Və qeyd etdiyim kimi son olaraq da sizin qərarlılığınız burada çox önəmlidir və bayaq dediyim mövzu hansı universitetlərdə təhsil alacaqsan. Çünki bəzən olur ki, Avropa universitetləri, Amerika universitetləri bunlar arasında fərqlər olur. Çünki nəyə görə? Tutaq ki, Amerika universitetlərində IELTS qəbul edən universitetlər çox az saydadır. Onlar TOEFL önəm verirlər. Bəzən hətta Duolingo. Qeyd edim ki, Kanadanın özündə də Duolingo ilə təhsil alan kifayət qədər çox tələbə var. Və ona görə də siz bunu dəqiqləşdirməlisiniz ki, ölkə, region fərqi də çox var. Məsəl üçün, hə, mən IELTS-ı alım, hara olar gedərəm də bunu etməməliyik. Bunu hər zaman tələbələrə deyirik ki, yəni heç vaxt hara gedəcəyini bilmədən hər hansısa bir imtahana, sertifikata hazırlaşmayın. Mümkün deyil. Çünki birdən-birə hazırlaşır, məsəl üçün hazırlaşdığı yerdə ortada o qədər olur ki, o qədər yaşanır belə кейslər.
hazırlaşır, ortada deyir ki, "A, bu universitet Duolingo qəbul edilmiş, vəbşə mən Duolingoya hazırlaşıram." Bunu əvvəlcədən müəyyən etməlisiniz. Yol xəritənizi, yəni road map-inizi əvvəlcədən qeyd etməlisiniz. Qeyd etdiyim kimi, ABŞ universitetləri, yəni Amerika və Kanada universitetləri, xüsusilə ABŞ-dakı universitetlər TOEFL-a daha çox önəm verirlər və TOEFL və Duolingo. Kanada universitetləri isə Duolingoya önəm verirlər və IELTS qəbul edən universitetlər də var. Lakin Avropa ilə müqayisədə ABŞ və Kanada universitetlərində IELTS qəbul edən universitetlər biraz azdır. Amma Avropada demək olar ki, 95% universitet hər biri IELTS-ı da, Duolingo-nu da qəbul edir. Lakin, amma və lakin bəzi universitetlər var ki, xüsusilə də İngiltərədə olan universitetlərdən söhbət gedir. Orada Duolingo qəbul edilməyən universitetlər var. Xüsusilə də IELTS-a önəm verirlər. Çünki yəni İngiltərədə, yəni UK-də İngiltərədə dediyim UK yox, yəni Şotlandiya ola bilər, İrlandiya ola bilər, harda təhsil alacaqsınızsa, orada əsas məsələ hər zaman IELTS götürülür, lakin universitetlər var ki, orada Duolingo-nu da qəbul eləyirlər. Ona görə də harda təhsil almanız çox önəmlidir. Asiyaya gəldikdə isə Asiya bölgəsində xüsusilə də tələbələrin ən çox getdiyi yerlər Çin ya da Koreyadır. Təbii ki, Yaponiyaya gedənlər də var. Çin və yaxud da Koreyadır. Çində daha çox qəbul edilən sertifikat IELTS sertifikatıdır. Və Çində yenə də burada da yenə bir məqam ortaya çıxır ki, biz hansı ixtisas üzrə təhsil alacağıq? Texniki mi yoxsa humanitar ixtisas üzrə təhsil alacağıq? Burada artıq buna diqqət etməliyik. Ona görə burada da qeyd eləmişəm, universitetlərin veb saytlarını yoxlamağı unutmayın heç bir şəkildə. Çünki bütün universitetlərin veb saytlarında hər birində requirementlar, yəni tələblər qeyd olunub ki, kim IELTS-ı nə qədər tələb eləyir və yaxud da kim Duolingo-nu nə qədər tələb eləyir. Ona görə də veb saytı yoxlamağı heç bir şəkildə unutmursunuz. Mənim hazırda təqdimatım bu qədər idi. İndi istəyirəm ki, suallara zaman ayırım. Çünki bilirəm ki, kifayət qədər sual var. Ona görə də sizin suallarınız üzərindən davam eləmək istəyirəm. Sadəcə mən bilmək istəyirəm ki, sualları oxuyacaq və ünvanlandıracaq moderatorumuz olacaqmı? Zəhmət olmasa qeyd edərsiniz. Əgər sizin üçün uyğundursa səsləndirə bilərəm. Yox, çətin olacaqsa, qarışacaqsa siz oxuyub belə cavablandıra bilərsiniz. Olar ki, siz səsləndirəsiniz zəhmət olmasa, çünki siz səsləndirsəz daha yaxşı olacaq. Nərmin xanım, Əlbəttə onlar uyğundur. Sualı olanlar var deyəsən. Bəli, istəyirsiniz birinci belə başlayaq. Sualınızı verin, sonra deyəsən burada kommentlərə baxa bilərik. Olar elə? Bəli, olar. Buyurun. Okay. Murad bəy birinci deyəsən qeyd bəli, eləmişdi. çox Bəli, təşəkkür edirəm. buyurun mən. Müəlliməm, belə bir sual vermək istəyirdim ki, 2 dəfə və 3 dəfənin fərqi nədir? Həftədə 2 dəfə başlamağın, 3 dəfə və yaxud dərslər versin. Dərslərə həftədə 2 dəfə, 3 dəfə başlamağın. Əslində belə deyim də sizə bir spesifik fərqi yoxdur. Təbii ki, 3 dəfə daha intensivdir, daha yaxşıdır. Amma yəni 2 dəfənin də sizə yox, sizə 2 dəfənin daha az faydası olacaq, 3 dəfənin daha çox faydası olacaq. Xeyr, belə bir şey yoxdur. İstənilən qədər başlaya bilərsiniz, istənilən aralıqda başlaya bilərsiniz. Yenə qeyd edirəm, hər şey sizdən asılı olur. Çünki elə ola bilər ki, siz 2 dəfə götürəsiniz, yaxud da 3 dəfə qeyd edeyim ki, tutaq ki, 3 dəfə dərslər götürmüsünüz, amma siz heç bir şəkildə bunu real həyatda özünüzə tətbiq eləmirsiniz, oradan heç bir fayda almayacaqsınız. Amma elə ola bilər ki, 2 dəfə dərslər götürmüsünüz, amma özünüz öz üzərinizdə daha çox işləyirsiniz, buradan daha çox fayda əldə edə bilərsiniz. Yəni sizin nə qədər onu real həyatda tətbiq eləmənizin aralığı önəmlidir. Dərslərin, kursların və yaxud da müəllimlərin nə qədər dərs keçdiyi deyil. Müəllimə, bu neçə söz bildiyimizlə bağlı testləri necə düşünürsünüz? Hansı yaxşı olar? Nə qədər söz bilirik? Xeyr, bu çox qəşəng sualdır. İndiki dövrdə hər kəsin o düşdüyü bir şeydir. Mən 3000 söz bilirəm, mən 5000 söz bilirəm və yaxud da mən 4000 söz bilirəm. Söz bilməyiniz əla bir şeydir. Söz bazanızın olması çox gözəl bir şeydir. Lakin bu sizin speaking, yəni danışıq səviyyənizi müəyyən edən bir şey deyil. 5000 söz bilə bilərsiniz, amma özünüzü ifadə eləməyə bilər, yəni ifadə etməyi bacarmaya bilərsiniz. Yəni ona görə də burada ən önəmli məqam söz bilmək yox, sizin onu tətbiq eləyərək danışma bacarığınızdır. Elə ola bilər ki, A1, məsəl üçün A2 səviyyəsində ola bilərsiniz, heç 5000, 6000 söz bilmirsiniz.
Amma özünüzü çox gözəl şəkildə təqdim edə bilirsiniz, danışa bilirsiniz, kommunikasiya qura bilirsiniz. Yəni sözlərin sayları sizin levelinizi, səviyyənizi müəyyən eləmir. Eyni şəkildə də o internetdə olan qrammatika testləri var, hansı ki, tələbələr deyir, ESL-in nə bilim testini elədim, mənim səviyyəm B1 çıxdı, həm mən B1 səviyyəsindəyəm. Qrammatik biliyiniz B1 səviyyəsində ola bilər, danışığınız yox. Burada yenə də bacarıqlara həmişə tələbələrə deyirik, bacarıqlara ayrı-ayrı fokuslanın. Onları bir kimi götürməyin. Mən elə ola bilər ki, tutaq ki, qrammatikanı B1 səviyyəsində bilirəm, amma danışığım A2-dir. Mən danışa bilmirəm. Qrammatikanı super bilə bilərəm, amma bu mənim danışığımı heç bir şəkildə müəyyən etmir. Deyəsən Murad bəy çıxdı, amma cavabı. Təşəkkürlər. Hə, buradasınız. Üzr istəyirəm. Aha, okey. Sizəm. İmran bəy, siz deyəsən sual vermək istəyirdiniz. Buyurun. Salam, axşamınız xeyir. Hər vaxtınız xeyir olsun. Çox sağ olun. Yaxşı olasınız. İki sualım var idi sizə bu mövzu ilə bağlı. Buyurun, Bu buyurun. ingilis dili tədrisi ilə bağlı sertifikatlar dediniz, düzdürmü? Aha, bəli, bəli. Bunlar ən çox hansı sahələrdə daha çox faydalı olar? Dövlət müəssisələrində yoxsa özəl sektorda? Okay. Əlbəttə ki, özəl sektorda daha çox faydalı olur bunlar. Dövlət müəssisələrində hal-hazırda təbii ki, bunlar sizə bir plus, yəni artı kimi gəlir. Bir necə deyim, ifadə edə bilmədim. Nəsə bir nailiyyət kimi gəlir. Yaxşıdır dövlət müəssisəsində. Amma mən bu sertifikata okey göstərdim, amma mən dövlət müəssisəsində işləyirəm, lakin heç bir şəkildə bu sertifikata əsaslanan nəsə eləmirəmsə, yəni bir beynəlxalq bir qurumla bir əlaqəm, bir şeyim yoxdursa, mən onu tətbiq eləmirəmsə, o sertifikatın mənə heç bir faydası olmayacaq. Ona görə də bu sertifikatların ən önəmlisi özəl sektorlarda daha çox faydasını görürük. Çünki nəyə görə özəl sektorlar, xüsusilə də beynəlxalq əlaqələri olan özəl sektorlarda daha çox faydası görülür. Hal-hazırda yəni Azərbaycanda neft-qaz industriya, yəni neft-qaz sənayesi ən önəmli sənayedir, düzdür? Və burada tutaq ki, hal-hazırda liderlər hansıdır Azərbaycanda olan? SOCAR və yaxud da BP. Burada fərqi yoxdur. Siz SOCAR-da mühəndissiniz və yaxud da BP-də mühəndissiniz. Heç deyək ki, nə bilim, ofisdə oturaq işiniz yoxdur da, fiziki nəsə bir işlə məşğulsunuz. Orada belə artıq ingilis dili ən önəmli tələbdir. Və artıq buradan görürük ki, bizdə özəl və beynəlxalq sektorda bu sertifikatlar daha önəmlidir. Ona görə bu sertifikatlarınız varsa, daha çox nəzərə alan sektorlar həmişə özəl sektorlardır. Beynəlxalq əlaqələri olan özəl sektorlar isə bu artıq must deyirik. Yəni ən önəmli məqamdır, ən önəmlisidir. Bir də belə bir sualım var idi sizə. Məsələn, hər hansı bir gənci götürək. İngilis əlifbasını bilirsə, təmiz. Əgər qrammatik cəhətdə danışa bilmirsə, çətinliyi varsa, onun əlifbanı bilməyi, yəni hərfləri bilməyi, ingilis əlifbasını bilməyi önəmlidirmi, yoxsa necə? Xeyr, əlifbanın heç bir önəmi yoxdur. Biz bunu məktəblərdə, özəl məktəblərdə uşaqlara hər zaman keçirlər A, B, C, D, E, F, G. Amma indi gələn açıq danışaq da, hansımız Apple sözünü Apple sözü kimi tələffüz edirik? Heç birimiz. Apple. Deməli, bir dənə A hərfi təkcə A deyil də. Bu A hərfinin neçə dənə səsi var? Bu A da ola bilir, A da ola bilir, Ə də ola bilir. Yeri gəlir neytral da olur. Yəni heç səslən. Aha, bir dənə A-dan neçə dənə səs çıxdı. Deməli, bir dənə əlifbanın rolu yoxdur. O əlifbanı bilmək, yəni bizə heç nə qazandırmayacaq. Okay, mən onu sırala. Əlifba mənə nə vaxt önəm verir, nəsə qazandırır. IELTS-da belə bir section olur ki, nə bilim, ad deyir kimsə, mən o insanın adını bilmirəm. Hə, o mənə adını hərfləməlidir, deyəcək. Məsələn, mən Nərminəm. O insan bilmir Nərmin necə yazılır. Mən başlayıram adımı hərfləməyə. N, A, R, M, I, N. Hə, artıq burada əlifba mənə nəsə kömək elədi. Amma danışıqda, oxumaqda o əlifbanın nəsə bir köməyi olmur. Çünki o bir səs, bir hərf, bir neçə dənə səs verə bilir. O da sözdən sözə dəyişir artıq. Bir də belə bir sualım var idi sizə, çox üzr istəyirəm. Buyurun, problem yox. Deməli, yaxın bir adam var, özəl bir sektorda işləyir. Mhm. İngilis dili səviyyəsi orta səviyyədə, yəni nə yaxşı deyil, nə pis deyil, orta səviyyədədir. Rayonda kurslarda keçib də, yəni. Bu insan orta səviyyədə indi işləyir. İndi bu işdən deyiblər ki, bunu təkmilləşdirmək lazımdır. Yəni ən yuxarı, bayaq siz dediyiniz kimi ən yuxarı levela çatdırmaq lazımdır. Bu insan ondan ötürü kurslara yazılmalıdır, yoxsa ona aid kitablarmı,
necə deyim, PDF məlumatlarından istifadə edib biliyini artırmalıdır. Baxın, kurslara yazılmaq yaxud da öz biliyini artırmaq bu tamamilə seçim məsələsidir. Mən hər zaman tələbələrə deyirəm ki, elə ola bilər ki, siz özünüz bir müəllimdən daha yaxşı özünüzü tanıya bilərsiniz ki, mən bu metodika ilə bunu daha yaxşı öyrənirəm. Nəinki bir müəllim mənə bunu izah eləyəndə. Ona görə də o insanın artıq öyrənmə üsulundan asılı olan bir şeydir. Əgər o insan son dərəcə disiplinli biridirsə, yəni inanılmaz dərəcədə deyir ki, mən bu gün məsəl üçün 3 saat reading edəcəm, ya da 3 saat speaking edəcəm və həqiqətən də o 5 gün 3 saat reading, speaking eləyirsə, o insan nəticə alacaq. Onun kursa yazılmağına ehtiyacı yoxdur. Amma insan var ki, deyir ki, mən daxilimdə o disiplini, məsuliyyəti təmin edə bilmirəm. Və artıq onda onu təmin edə bilməyəndə o insan kursa yazılır. Bir növ bizim o köhnə mentalitetimizdir deyək də, yəni pul vermişik, getməliyik, məcburuq, öyrənməliyik. Artıq özünü bir sıxır və o kursa gedir. O kursa insanlar nəyə görə yazılır çox vaxt? Müəllimi nəyə görə çox vaxt tuturlar? Çünki insan deyir ki, mən özümdə o disiplini təmin edə bilmirəm. Mənə kimsə lazımdır ki, mənə yol göstərsin. Əgər dediyiniz insan həqiqətən özündə o disiplini təmin edə bilirsə, o insan kitablardan da, internetdən də çox rahat şəkildə öyrənə biləcək. Amma yox, bu insan bir gün məşğul olub, bugün bir gün 12 saat məşğul olur. Digər 6 gün ümumiyyətlə məşğul olmursa, ona kurs lazım olur və yaxud da müəllim lazım olur ki, ona bir yol göstərə bilsin. Yenə də bunlara fikir verməlidir mütləq şəkildə. Bir də belə bir sualım var idi sizə. Məsələn, bu şirkətlərdə məsələn deyirlər ki, belə saytlarda da var, vakansiyalar da var ki, məsəl üçün ingilis dili arzu olunandır. Hı Əgər bu hı. olmasa, ingilis dili arzu olunandır, həmin şəxs təzədən yenə kurslara getməlidir, belə çıxır. No, no, no. Düzdürmü? İngilis dili arzu olunan da o deməkdir ki, yəni olsa da olar, olmasa da olar. Başa düşdünüz? Ya, Yəni anladım. Yəni bunu sabah işdə bir hər hansı bir yəni pilçəni səhv kimi tutmayacaqlar. Yəni bir daha özəl sektordan söhbət Xeyr, gedir. xeyr. Əgər o requirement tələblər hissəsində siz mənə deyil, onu yəni artıq insan resurslarına mütləq şəkildə bildirmək lazımdır. Tələblər Hı. hissəsində insan mənə bildiribsə ki, ingilis dili arzu olunandır, amma rus dili mütləqdir. O insan artıq sizə deyə bilməz ki, və yaxud da həmin insana deyə bilməzlər ki, sən niyə Hı. ingilis dili bilmirsən? Çünki tələblər arasında yoxdur. Okay? Yəni bu Bir də insan bir də resursu. bu ingilis dilini öyrənmə yaş metodu neçə yaş arasıdır? Yəni götürmə qabiliyyəti. Biraz klişe olacaq, amma öyrənməyin yaşı yoxdur. Yox, Amma onu ki, anladım. Sadəcə olaraq müəyyən bir məsələn 18-45 yaş arası, məsələn 25-30 yaş hər məsələn də zaman daha yaxşı nəticə aldığımız 18-45 yaş arasıdır. aha. 45-dən artıq biraz üstə çıxanda biraz orada proses yavaş gedir. Bu da təbii ki, təbii bir şeydir. İnsan çünki bir yerdən sonra necə deyim, o prosesin yavaşlanması normaldır. Amma ən yaxşı nəticə alınanlar bu yaş aralığıdır. Bir də ki, bu peşəkar ingilis dili kursları deyirik, düzdürmü? Mhm. Biz bununla, əgər biz peşəkar ingilis dili kursuna yazılmaq istəyirsə, ən çox hansı detallara önəm verməliyik? Müəllimin savadına, biliyinə, yoxsa orada keçirilən dərslərin saatına, orada keçirilən mövzular üzrə? Əlbəttə ki, müəllimin savadına. Çünki Aha, birincisi, baxın, burada çox önəmli məqamdır. Müəllimin təhsili. Hal-hazırki dövrdə ingilis dili kurslarında bu çox böyük bir problemdir. Kimsə bəli. ingilis dilində tutaq ki, gedib business management, yəni biznes idarəçiliyi oxuyubdur. Və bu insan biznes idarəçiliyi oxuyub ingilis dilini yaxşı səviyyədə bilə bilər. Amma bu həqiqətən də tədris metodikasını düzgün bilirmi? Baxın, sual burdadır. Ona görə birinci növbədə müəllimin təhsili. Müəllimin təhsili önəmlidir. İkinci növbədə müəllimin təhsili okey ola bilər, amma pedaqoji bacarıq məsələsi var. Pedaqoji bacarıq, yəni mən onu tədris eləməyə bilərəm, tədris eləməyi bacarmaya bilərəm. Və yaxud da elə ola bilər ki, siz mənim tədris metodikamı bəyənməyə bilərsiniz. Bu da önəmlidir. Və digər qeyd etdiyim məqamlar, o bacarıqlara fokuslanırmı? Siz məsəl üçün salam əleykum elədiniz. Sıfır Hə, səviyyəsindən danışıram da indi. Sıfır hə, səviyyəsində bir insan kursa gəldi, salam əleykum elədi və mən o insana başlayıram qrammatika keçməyə. Okey, başa düşüləndi. Amma bu davamlı qrammatika, hı, qrammatika, qrammatika gedirsə, artıq burada deməli yanlış gedir məsələ. Burada deməli nəsə aha. nəticə alınmayacaq. Ona görə buna mütləq fikir verməlisiniz ki, bütün bacarıqlara fokuslanılırmı? Aha. Bir də belə bir sual var. Əgər bir insanın ilkin anlayışı, yəni bu ingilis dilindən özümü götürüm, mənim anlayışım var da, yəni bu sahədə Mhm. Mhm. sertifikatlarım var. Bir də ki, o Kürdəmir rayonunda o vaxtı belə deyək də, Amerikanlılar gəlmiş də bu sahələrini tədris edən şəxslər. Yəni sırf Tamam. onlardan dərs almışam.
Yəni proqram Bəli. çərçivəsində. Aha. Yəni məndə bu məsəl üçün belə deyək də, yəni bu bacarıq var. İndi mən bundan sonra özümə hansı belə deyək, hansı leveldə görə bilərəm? Yəni levelımı artırmalıyam, yoxsa ona siz qərar verirsiniz? Əlbəttə ki, sizin öncə leveliniz ölçülür. Ondan sonra ona Aha. qərar vermək olur ki, sizin leveliniz həqiqətən Siz onu hansı. siz onu hansı səviyyədə məsələn ölçüsüz? Danışıqla yoxsa Əlbəttə ki, hərflərin danışıqla. yazılışı ilə? Əlbəttə ki, danışıqla. Danışıqla. Full Aha. danışıqla. Mən bunu hər zaman deyirəm. Heç vaxt heç bir şəkildə level qrammatikaya əsaslanaraq ölçülmür. Danışıqla və özünüzü ifadə eləməklə bitdi. Yəni Yəqin ki, level bununla ölçülür. yəqin ki, sadə suallardan başlayır da. Məsələn, adın nədir, yaşın falan. Birinci özünü təqdim eləməkdən başlayır ki, bu asandır. Bu yəni hər kəsin bildiyi bir şeydir. Aha. Adın deyir, soyadın deyir, yaşın deyir, amma sonra artıq suallar gəlir. Yəni Artıq suallar gəldikcə oradan artıq biz anlaya bilirik ki, o mövzu haqqında necə danışa bilir. məsələn, o insan danışmaqda biraz çətinlik çəkir. İndi yenə də qeyd edirəm. O baxır çətinliyə. Çətinlik nədir? Bu insan tələffüzü düzgün bilmir. Bu insan sözü bilmir. Bu insan qrammatikanı bilmir. Ya çətinlik orada artıq biz onu danışanda hiss eləyirik ki, zamanı düzgün qoymadı. Ya da nə bilim sözü səhv tələffüz elədi. Ya da heç sözü ümumiyyətlə tapa bilmədi. Artıq burada mən onların bütün hamısını elə bilin ki, siz bir dənə danışanda bir dənə cümlə deyirsiniz, amma biz bir cümlədə hamısına fokuslanırıq. O söz sırasına, tələffüzünə, məntiqi literacy, yəni onun əlaqəsinə və s. Ona görə o bir dənə şeylə ölçülmür. Hər şey nəzərə alınır. Aha, çox sağ olun, minnətdaram. Siz sağ olun, buyurun, xoşdum. Səbinə xanım, buyurun. Mikrofonunuz bağlıdır, əgər danışırsınızsa. Əgər belə kiminsə sualı yoxdursa, biz artıq bu mesaj bölməsində yazılan sualları oxumaq istəyirik. Səbinə xanım, danışa bilərsiniz, buyurun, əlinizi qaldırdınız. Okey, Səbinə xanım. Mikrofonunuzu açmalısınız, istəyirsinizsə. Dəqiqə açın. Firuzə Soldan xanım, telefonun buyurun. üzərinə bir dəfə vurun, səsiniz açılsın. Ola bilər ki, Yəni, səsi ola bilər Aha, mikrofonu. açıldı. Ona kimi. Açıldı. Səbinə xanım? Səsim gəlir Nərmin xanım. Bəli, bəli, indi gəlir, buyurun. Nərmin xanım, mən özüm onlayn şəkildə öyrənmək istəyirəm ingilis dilini. Hı Sadəcə hı. olaraq biraz disiplinli deyiləm. Hı hı. Yəni bunun üçün nə etməliyəm? Yəni həm özüm öyrənmək istəyirəm də, yəni heç bir kursa getmək istəmirəm də Hı hı. hal-hazırda. Hı hı. Sadəcə disiplinli deyiləm də biraz. Yəni Okay. onun üçün nə etməliyəm? Onun üçün nə etməlisiniz? Özünüzə mütləq şəkildə cədvəl qurmalısınız. Məsəl üçün həftədə tutaq ki, bir cədvəliniz olmalıdır. Yazırsınız ki, məsəl üçün həftədə 2 dəfə 1 saat, nə bilim, bugün 1 saat mən video dinləyəcəm. Listening eləyəcəm. Dinləyəcəm və oradakı tapşırıqları yazacağam. 1 saat onu edirsiniz. Özünüzə mütləq şəkildə o bacarıqları bölməlisiniz. 1 saat tutaq ki, bugün mən listening elədim. Lap 1 saat söz gəlişi deyirəm. Bu 1 saat olmalı deyil. Uzun sıxıcı olur 1 saat olsa. Bu 30-20 dəqiqə ola bilər. Okey. 30-20 dəqiqə bunu listening elədim. Tamam. 30-20 dəqiqə qrammatikaya fokuslanacağam. Qrammatikanın tapşırıqlarını eləyəcəm. Okey, bunu da elədim. Bunu elədikdən sonra vocabulary-yə baxıram. Söz bazamı artırmağa. 20-30 dəqiqədə bir sözlərlə bağlı tapşırıqları yerinə yetirirəm. Bir 20-30 dəqiqədə reading eləsəm, okey. Siz bunu 4 dənə özünüzə sıralasanız, bir sıralamanız olsa və o cədvələ uyğun hər gün bunu eləsəniz, yəni все, burada artıq disiplininizi bir növ bərpa eləmiş olacaqsınız və bir yerdən sonra özünüzdən asılı olmadan artıq özünüz öyrənməyə başlayacaqsınız. Disiplini bərpa eləməyin ən başlıca rolu budur. Yəni başdan yavaş-yavaş başlamaq. Çünki hamı birinci başlayır ki, mən ingilis dili öyrənirəm və hər kəs başlayır 2 saat, 3 saat birdən ingilis dili ilə məşğul olmağa. Yorularsınız, o mümkün deyil. Beyin bir yerdən sonra qəbul eləmir. O mütləq qısa-qısa, yavaş-yavaş sonradan artırılmalıdır. Bugün 20 dəqiqə, 30 dəqiqə və bu hər gün olmalıdır. Çalışın ki, bu aralığı hər gün aralığı qorunsun. Bir gün həftədə nəsə eləməyə bilərsiniz. Bundan bağlı ola bilər ki, yorula bilərsiniz. Amma bu aralıq hər gün qorunmalıdır. Davamlılıq mütləqdir. İngilis dilində davamlılıq mütləqdir. Bir də Nərmin xanım, IELTS bir də Duolingo-dan sertifikat alır, yəni almaq istəyən tələbələr var da. Bunlar mütləqmi kursa getməlidir, yoxsa özləri çalışıb həmin o imtahan səhv eləmirəmsə imtahan verilir də onun üçün. Hı hı. Həm o IELTS bir də Duolingo-ya hazırlaşan tələbələr kursa da gedirlər də səhv eləmirəmsə. Bunun üçün mütləqmi kursa getməlidirlər, yoxsa özləri hazırlaşıb imtahana getməlidir? Bu da
Mənə çox Okay, maraqlıdır. indi sual yaranır ki, bu insan IELTS Duolingo istəyir, düzdür? Biz IELTS və Duolingo üçün hər zaman skor soruşuruq. Tutaq ki, tələbə deyir ki, mən IELTS-dan istəyirəm 6, hə Duolingodan $100, $105 fərqi yoxdur mənim üçün. Okay, bu tələbənin də səviyyəsi nədir? A2. Hə, biz bu tələbəyə deyirik ki, tamam, səndən başlaya bilərik. A2-dir, 6 istəyir, çox böyük bir nəticə istəmir. Duolingodan da deyək ki, 105 istəyir. Bu tələbə ilə başlayırıq. Amma tələbə də var ki, gəlir A1-dir və bu insan deyir ki, mən bir aya, 2 aya gedib IELTS almalıyım 7. Burada problem yaranır. Biz həmişə ona görə də beynəlxalq sertifikat, beynəlxalq imtahanlara hazırlaşan tələbələrə tələb qoyuruq ki, ən azından ingilis dil səviyyəniz B1, B1 səviyyəsində olmalıdır. Əgər tələbənin səviyyəsi B1-dirsə, Sabina xanım, yəni özü artıq intermediate, ingilis dilini başa düşür, ingilis dilini bilir, artıq özü imtahana hazırlaşa bilər. Orada mütləq kursa getməli deyil. Kursa o tələbələr gedir ki, onların səviyyəsi aşağıdır. Onlar hələ A2-dən bir B1-ə gəlməlidir. O B1-ə gəldikdən sonra IELTS ya da Duolingoya başlamalıdır. Kursa həmişə elə tələbələr gəlirlər. Amma bir insan B1-də təbii ki, B1-lər də gəlir kursa. Sadəcə deyir ki, mən trikləri, yəni o nöqtələri, pointləri bilmirəm, mənə öyrət. Artıq o insan gəlir, biz o pointləri öyrədirik və onu qeyd edeyim ki, hal-hazırda, yəni IELTS olsun, Duolingo olsun, pointlərin hər biri internetdə var. Yəni bizim onlardan fərqli dediyimiz nəsə yoxdur ki, mən sizə deyim ki, siz mənim dediyim məlumatı internetdə tapa bilməyəcəksiniz. Elə bir şey mümkün deyil. Hər bir şey internetdə var. Yəni istənilən tələbə B1 səviyyəsinə gələn tələbə və yaxud da A2 səviyyəsində olan tələbə özü hazırlaşa bilər. Məcbur deyil kursa və yaxud da müəllim yanına getsin. Oldu, çox təşəkkür edirəm Nərmin xanım. Buyurun, mən təşəkkür edirəm. Nərmin xanım, Bəli, İmran bəy. bir sualım da var idi. Bu ən çox MİQ-in imtahanlarında, tələbə qəbul edən dövlət komissiyası Hı. imtahanlarında ingilis dili üzrə məsələn hansı tip suallar daha çox düşür? İmran bəy, Onu çox üzr istəyirəm. Mən sizin sualınıza cavablandıracağam. Sadəcə olaraq sizdən Hı. əvvəl əl qaldıranlar var. İndi sizin Aha. suallarınıza mən kifayət qədər cavab verdim. Yenə cavab verəcəm. Problem deyil. Sadəcə Firuzə xanım da əl qaldırıb. Yəni başqaları da var. Mən onlara da cavab verim. Sizə qayıdım. Okay? Aha. Olar, problem yox. Olar. Buyurun. Firuzə xanım sualınız var idi. Buyurun. Salam, axşamınız xeyir. Hər vaxtınız xeyir. Mənim sualım onunla bağlıdır ki, məsəl üçün hər hansı bir müəllim seçirəm ingilis dilini təkmilləşdirmək üçün. Baxıram ki, məsəl üçün müəllimə IELTS dərsi var və təcrübəsi var 10 ildən çoxdur. Amma qoşulub baxıram ki, onun tələffüzü, bu tələffüz də nə ilə bağlıdır? Bu indi daha çox yaylı beyzeydim, deydim falan da bu. Yəni Aha, müəllimə seçərkən onu yəni çox ciddi bir kriteriya kimi götürmək olur, yoxsa yəni məsəl üçün görürəm ki, ötürmə qabiliyyəti çox yaxşıdır. Müəllimə bir şey soruşur, hər hansı bir qaydanı izah edir, yəni özü də savadlı müəllimədir. Amma Hı. məsəl üçün tələffüzünü baxıram ki, məsəl üçün dərdimir, zətdir, yəni bir zədiyyir. Bunlar çox ciddi bir şeydir, yoxsa çox da Okay. Çox qəşəng Hmm. sualdır. İndi sizə bunu qeyd edeyim də üzr istəyirəm, mən bu statistika ilə bağlı problem yaşıyorum, bir dənə bunu taxım. Hə, deməli Z deyir, D deyir məsələsi. Əlbəttə ki, biz hər zaman deyirik ki, Z olmamalıdır, D olmalıdır, that, this, or with, o z səsi çox belə vız kimi gəlməməlidir, o vızıltı kimi gəlməlidir. O hər zaman bir D olmalıdır. Çünki Azərbaycan dilində o səs yoxdur deyə o səsin tələffüzü hər zaman problem yaranır. Amma bu çox ciddi bir insanın, yəni necə deyim, bu biliyi ilə Z deyirsə, o insanın ingilis dili səviyyəsi yaxşı səviyyədə deyil. Xeyr. Burada artıq yenə bir faktor önə gəlir. British English, American English. Bəzi insanlar var ki, American English aksenti ilə danışırlar. Bəziləri var ki, British English aksenti ilə danışırlar. Və biz bu Z-ləri çox vaxt bu British English-də eşidirik, amma D-ları daha çox American English-də eşidirik. Yəni orada Z-D məsələsi, təbii ki, biz hər zaman deyirik ki, o Z gəlməməlidir. Amma bu da çox normal haldır. Çünki Azərbaycan dilində o səs yoxdur deyə, o tam Z səsi deyil. O səs yoxdur deyə, o səsi tələffüz eləməkdə problem yaşaya bilər insanlar və bu o insanın, yəni o problem yaşayırsa o səsin tələffüzündə, bu onun biliyinin aşağı səviyyədə olmasının göstəricisi deyil. Metodikası, pedaqogikası, həqiqətən ötürmə bacarığı və öz savadı yaxşıdırsa, bu, yəni necə deyim, bu pointlər yəni o qədər də önəm kəsb edən pointlər deyil. Çünki bəzən qeyd elədiyim kimi, bəzi insanlar British aksenti ilə, bəziləri isə American aksenti ilə danışa bilirlər və bunlar yaşanır yəni. Ona görə də Çünki digər müəllimələr, məsəl üçün izləyirəm də Instagramda, digər müəllimələr başqa müəllimlərin nüans səhv tutur da, deyir ki, məsəl üçün neçə ilə müəllim bizə deyirdi. O çox görürəm, ona görə deyim, yəni bu çox bu ciddi çox səhvdir. vaxt, bu çox vaxt necə deyim, biraz Instagramda izlənmə qazanmaq üçün edilən şeylərdir.
Yəni kimsə z dedi, hə kimsə mother dedi deyə tez onu yıxıb sürüyürlər. Yəni Öz mother tələbəsini öyle də deyir ki, məsəl üçün mənim tələbəm deyil deyib. O deməkdir ki, yəni o tələbəsi o müəllimədən qat-qat təcrübəli ya savadlıdır. yes, O yəni bunlar sadəcə biraz o müəllimələrə baxıb adam biraz qəribə olur. normaldır. Yəni bunlar çox belə yıxıb sürəcək səbəblər deyil. Sadəcə Instagram sosial şəbəkə izlənmə xatirinə edilən şeylərdir. Yəni bunlara o qədər fikir verməyə bilərsiniz. Bir də digər sualım da var müəllimə. Mən özüm onlayn dərs keçirəm, amma sadəcə indiyə qədər yəni məktəbə keçmişəm də, məsələn, qrammatika 7-8, danışıq üzrə keçmək istəyirəm, amma yəni necə başlayım bilmirəm. Hardasa bir 6-5-ci siniflərə necə başlamaq Danışıq istiqamət üzrə verə dərslər bilərsiniz? keçmək Bəli, istəyirsiniz. bəli. Heç vaxt Çox ki, amma rahat yəni buyurun. Dərsinizi danışıq üzərində qura bilərsiniz. Suallar verə bilərsiniz tələbələrinizə. Onlar sizə danışıq üzrə dərs keçmək yenə danışmaq deməkdir. Yəni siz ekstra nəsə eləmirsiniz. Yəni fərqli bir şey eləmirsiniz. Danışıq üzrə odur ki, məsəl üçün 60 dəqiqə dərsdirsə, onun bir 30 dəqiqəsi ancaq siz danışırsınız tələbə ilə. Nə bilim mövzu seçirsiniz, topik seçirsiniz. O mövzu üzərinə gedirsiniz. 6-7-ci sinifsə tutaq ki, deyək ki, tələbənin səviyyəsi biraz aşağıdır. Biz buna danışığı formalaşdırmağa çalışırıq. O zaman sözlər üzərindən getməliyik. Yəni sözlər, vocabulary. Vocabulary üzərindən də necə gedəcək? İngilis dilində mən deyim, Azərbaycan dilində o desin şəklində yox. Mən özüm dərs keçəndə deyirəm, məsəl üçün unit sözü də, unit hissə bölmə, deyirəm ki, onu cümlə ingilis dilində ya özüm deyirəm, ya özü deyir. Yes. Məsələn, Onu sən o dedin, şəkildə və cümlə. onun ətrafında danışaraq o sözü artıq siz vocabulary basement yaratmış olursunuz. Bu şəkildə artıq dərs speaking-ə əsaslanır. Yəni speaking o demək deyil ki, biz ekstra nəsə bir şey deyirik. Speaking danışmaqdır və biz tələbə ilə danışırıq. Tələbə nəsə Rəsmən deyir. bu siniflərə hər hansı bir vəsait lazımdır danışmaq üçün, yoxsa özündən elə bölüb belə keçmədən İnternetdə hər bir faydalanır? şey var. Xüsusi bir vəsait lazım deyil. Yəni internetdə hər şeyi tapa bilərsiniz. Speaking topic yazmağınız yetərlidir. Hətta kids for kids də qeyd edə bilərsiniz bunu. Yəni speaking topic for kids. İşte bu sizə yetərli olacaq. Yəni ekstra nəsə eləməyinizə ehtiyac yoxdur. Başqa sualınız varsa buyurun. Xeyr, söz müəllimə. Necə? Sualınız var idi. Deyəsən başına Firuzə xanım eşidə bilmədim, özür dilərim. Xeyr, müəllimə, çox sağ olun. Sualım bu qədərdir. Sağ olun. Bir dəqiqə mən bu şeylə problem yaşayıram. Təlimimiz normalda 1 saat olmalıdır və vaxt bitib. Sadəcə chatda suallar qalıb. Əgər çox vacibdirsə, 1-2 nəfərin sualını səsli şəkildə dinləyək və təlimi yekunlandıraq. Olar, buyurun. İlk növbədə mən istəyirəm, bir dəqiqə. Ceyhun bəy qeyd eləmişdi. Ceyhun bəyin burada sualı var, deyəsən. Necə aradan mətndə bilmədiyimiz sözləri lüğətə qeyd edib, daha sonra oradan baxaraq oxuyub, daha rahat üsul varmı native speaker? Ceyhun bəy, olar ki, sualınızı səsli şəkildə qeyd edəsiniz, deyəsən əlaqəli yazmısınız? Salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız Üçüncü xeyir müəlliməm. olsun. Bəli, dediyiniz üzrə məsələn, hər hansı bir mətn oxuyuruq və orada bilmədiyimiz bir söz çıxır qarşımıza. Okay. Bunu sözü vocabulary qeyd eləyirik və oradan öyrənirik. Daha sonra tamam, bunu öyrəndik. Bu reading, writing bölməsini keçdik. Amma listening zamanı və əsasən mən öz problemimi deyirəm. Listeningdən speaking zamanı o söz ilk öncə Azərbaycanca beynimdə tərcümə eləyirəm, daha sonra ingiliscəyə çevirirəm. Bu da mütəmadi olaraq vaxt alır, həmçinin də və s. By the way, ingilis dilində deyilir, o məsafə, zaman qazanmaq. Bəli. Onun kimi olur və bu da məni istər-istəməz biraz stresə soxur. Çünki qarşı tərəf ıldıya ya da birazcıq yavaşlamış olaraq danışdığımı fikir verir. Bunu aradan qaldırmaq üçün hər hansı bir metod, üsul və yaxud bu beynimizdə ilk öncəliyini Azərbaycan dilindən yox, sırf mənimsənilib yerləşdirilmiş ingilis dili formatı ilə necə eləyə bilərik? Deyim sizə, çox sağ olun sualınıza görə, çox aktual bir sualdır. Deməli, mən həmişə tələbələrimə vocabulary verəndə, mən tələbələrimə vocabulary listi verirəm. Bu listdə hər zaman vocabulary sözlərdə o listin qabağında həmin o sözlərin ingilis dilində definitionları, yəni mənaları olur. Məsəl üçün tutaq ki, bed sözüdür. Bed is the furniture that is used for sleeping. Yəni yatmaq üçün istifadə olunan bir mebel parçasıdır, okay?
Və biz bunu artıq definition ilə öyrənmiş oluruq. Və mənim artıq beynimdə bed sözü yataq kimi yox, artıq the furniture which is the for sleeping kimi qalmağa başlayır. Və biz bunu aradan, yəni necə qaldıra bilərik, onu qeyd elədiyim kimi, siz mütləq şəkildə sözün definitionuna, ingilis dilində mənasına, definitionuna ingilis dilində fokuslanmalısınız. Azərbaycan dilində yox. Bu da təbii ki, bunu dəyişmək çox çətindir. Çünki məktəblərdən bizə hər zaman bunu nə öyrədirlər? Söz deyilir, biz Azərbaycanca deyirik. Hə, oldu ki, mən o sözü bilirəm. No. O şəkildə heç bir şəkildə getmir. Sözün definitionunu, mənasını belə siz ingilis dilində ifadə eləməlisiniz. Ki elə təsəvvür eləməlisiniz ki, qarşınızdakı nə bilim Çinlidir ya da Hindistanlıdır, bilmir o sözü. Nə bilim chair sözünü bilmir o insan. Mən o chair sözünü ona Azərbaycan dilində deməyəcəm ki, stul. O da başa düşməyəcək təbii ki. Mən artıq nə etməliyəm? O sözü ona izah eləməliyəm. Aha, deməli məndə necə o ingilis dilində düşüncə inkişaf edəcək? O mənanı da ingilis dilində izah eləyərək inkişaf edəcək. Bitdi. Başqa heç nə. Yəni siz o tərcümədən çox o mənanı ingilis dilində izah eləməlisiniz. Tutaq ki, siz sözü tekst oxuyursunuz. Sözün mənasını bilmirsiniz. Orada nə bilim var probably sözü. Mən probably sözünün mənasını bilmirəm. Hə, probably nədir? Ehtimal ki, böyük ehtimal və s. Okay. Tez neynirlər? Google Translate yazırlar. Probably, hə, ehtimal ki, bitdi. Probably mənim beynimdə artıq ömür boyu ehtimal ki olaraq qalacaq. Və mən o probably-ni mütləq necə tapmalıyam? Mən probably-ni artıq Google-da yazaraq definitionuna, onun ingilis dilində mənasına baxmalıyam ki, probably is used when we are not sure about the process. When we are not sure 100%. Yəni mən nəyəsə haqqında 100% əmin olmayanda artıq probably istifadə edirəm. Aha, indi başa düşdüm ki, okay, probably deməli 100% əmin olmadığımız situasiyalarda istifadə olunur. Possibility-lərdə, yəni ehtimallarda istifadə olunur. Yəni ona görə də heç çalışın ki, bilmədiyiniz sözü belə Azərbaycan dilində tərcüməsini axtarmayın. Hər zaman definitionunu axtarın, mənasını ingilis dilində axtarın. Onda artıq siz ingilis dilində düşünməni özünüzə tətbiq eləmiş olacaqsınız. Son olaraq İmran bəyin də Çox sualını sağ ol. oxuyun. Qısa şəkildə izah verin, yekunlaşdıraq. Okay, bir İmran bəy dəqiqə. yazıb. Çox üzr istəyirəm. Ceyhun bəy, aydın Hə. oldu? Bəli, bəli, çox aydın oldu. Çox sağ olun, təşəkkür Siz edirəm. sağ olun, buyurun. Buyurun İmran bəy, sualınız miqlə bağlı idi deyəsən, buyurun. Səsli Daha şəkildə deyil də, yazılı şəkildə bildirib ki, MİQin imtahanlarında ən çox ingilis dili sualları hansı formada düşür? Aha. Miqin imtahanlarında ən çox ingilis dili sualları qrammatikaya əsaslanan formada düşür. Təəssüf ki. Bir də belə bir sual vardı. Əgər bir insanla ingilis dili qarşılıqlı şəkildə danışsaq, bu özümüzün inkişafına xeyirdirmi, yoxsa necə? Əlbəttə ki, danışmaq hər zaman xeyirdir. Yəni bunun heç bir neqativi yoxdur, pis tərəfi yoxdur. Aha, çox sağ olun, minnətdaram. Bir də burada Hülya xanımın sualı var. Bəs müəyyən bir səviyyəyə qədər gəlib sonrasını inkişaf etdirə bilməmək haqqında nə deyə bilərsiniz? Məsələn, B1, B2 arasındadır. Şagird daha yüksək üçün nə edə bilər? B1, B2-dan artıq davam eləməlidir. Artıq oradan yolunu türklər demir çizməlidir. General English üzrə mi getmək istəyir, yoxsa hər hansısa bir imtahana mı hazırlaşmaq istəyir? Əgər General English üzrə getmək istəyirsə, artıq B1, B2-dadır bu insan, C1-a başlamalıdır. Bitdi. Yəni B1, B2-nu təkrar nəsə eləməlidir. C1 üzərindən getməlidir ya da C1 qurtardı, C2 üzrə getməlidir. Bu şəkildə. Amma imtahana hazırlaşırsa B1, B2-dan da imtahana hazırlaşa bilər. Artıq imtahan strukturunu öyrənə bilər. İmtahan strukturunu öyrənə zaten öz səviyyəsini də artıracaq. Bir də bunu da deyim, məsəl üçün IELTS düzdür. Biz həmişə tələbəyə deyirik ki, IELTS-a hazırlaşırsansa, B1 gəlmisənsə B1 gedəcəksən. Biz sənin səviyyəni artırmayacaq. Biz IELTS-a fokuslanacağıq, imtahana fokuslanacağıq. Amma səviyyə artırmasından sırf General English, ümumi ingilis səviyyə artırmasına söhbət gedirsə, artıq B2-nu bilir bu insan C1-a başlamalıdır. O səviyyədə readinglər eləməlidir, oxumalar, məqalələr oxumalıdır. O səviyyədə dinləmə eləməlidir. O səviyyədə writing, yazı eləməlidir. Artıq birbaşa o səviyyəyə məruz qalmalıdır. Bu şəkildə. Başqa sual varmı? Məncə qurtardım deyəsən hamısını. MİQin imtahanlarının sualını verdim. Hülya xanım, suallarınızı cavablandırdım. Ümid edirəm aydın oldu. Başqa nə sualınız varsa buyurun. Sizsə Artıq təlimi eşidirsiniz. yekunlaşdıraq. Gördüyüm qədərilə suallar bitdi. Aha. Bir də Dəyərli bilik bəli, buyurun. Google Translate hər sözü doğru tərcümə eləyirmi? Xeyr, Google Translate hər sözü doğru tərcümə eləmir. Ona görə də definition-a mütləq mənaya fikir verin. Buyurun. Всё. Dəyərli bilik və təcrübələrinizi bizimlə bölüşdüyünüz üçün Nərmin xanım, sizə təşəkkürümüzü bildiririk. Ümid edirik ki, bu təlim qoşulan iştirakçılar üçün də faydalı oldu. Eyni zamanda təlimdə fəal iştirak etdiyiniz üçün
Dəyərli iştirakçılar, sizlərə də təşəkkürümüzü bildiririk. Qeyd etdiyimiz kimi iştirakçılara rəsmi sertifikat təqdim olunacaq. Əlavə suallarınız və ya təklifləriniz olarsa, bizimlə sosial şəbəkələr üzərindən əlaqə saxlaya bilərsiniz. Növbəti təlimlərimizdə və layihələrimizdə görüşmək ümidi ilə uğurlar və inkişafda qalın. Qoşulduğunuz üçün, axşam vaxtı dəyərli zamanınızı ayırdığınız üçün, dəyər verdiyiniz üçün ümid edirəm ki, hər biriniz üçün faydalı olmağı bacardım. Hamınızın sualına ətraflı cavab verməyə çalışdım. Ümid edirəm ki, ətraflı cavab verə bildim. Təşəkkür edirəm bir daha. Xoş idi mənim üçün. Dəvətiniz üçün bir də Elcan bəy sizə də xüsusilə təşəkkür edirəm. Bu təlimlərin təşkilinə önəm verdiyiniz üçün, gənclərin inkişafına da önəm verdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, hər kəsin yolu daim uğurlu və xeyirli olar. Çox sağ olun bir daha. Biz təşəkkür edirik. Çox sağ olun. Sağ olun Aysun xanım. Efortunuza görə də minnətdaram. Təşəkkürlər.